Yaxşı ola bilərdi, amma bu bizim üçün bəhanə deyil. Necə olursa olsun və otoritenin keyfiyyətindən asılı olmayaraq biz əlimizdən əlinə gələni edəcəyik və bizim məqsədimiz odur ki, qalib gələk və 3 xala sahib olaq. Bizim hədəfimiz budur. Daha yaxşı ola bilərdi əslində, ideal deyil, amma normal. Dominik, sizlə və Dominik, eyni zamanda siz necə hiss edirsiniz məşq prosesində? Mən belə fikirləşirəm ki, ən yaxşı təbii ki vəziyyətdə deyil, amma onlar üçün də eyni otorite olacaq, bizim üçün də, yəni eyni şəraitdə oynayacaq. Ona görə mən belə fikirləşirəm ki, hər hansı bir problem çıxmaz. Yakob, necə Qarabağın gücünü necə qiymətləndirirsiniz Kopenhagenlə müqayisədə? Təbii ki, mən bu vaxta kimi dediyim kimi biz hörmət edirik rəqibimizə, klubları hörmət edirik və bu Çempionlar Liqasının lig mərhələsinə çıxan bütün klublar güclü komandalardılar. Bu Çempion Liqasında hər iki komanda üçün şərtlərimiz eynidir. Qarabağın da uzun bir yol keçib bura gəlib çatmaq üçün, xüsusilə Fransız üzərindəki ümumi nəticə onun güclü olmasını göstərir. Çox müdafiəyə, çox güclü oyuncuları var və eyni zamanda onu da vurğulamaq istəyirəm ki, onların yaxşı hücumçuları da var və gözəl oyun nümayiş edirlər. Eyni zamanda mərkəz yarı müdafiəçiləri. Yəni klub çox gözəl ötürmələr edir və mən belə fikirləşirəm ki, onlar Avropa mərhələsində oynamağa artıq alışıblar və özlərini göstərirlər. Və sizin üçün böyük bir səyahət oldu. Normaldan biraz bəlkə uzun səyahət çəkdi. Xeyr, bizim üçün bu bir əhəmiyyətli deyil. Biz müəyyən mənada vaxtımız oldu dincəlməyə. Biz tez gəldik bura. İkincisi, biz həmişə bu uzun səyahətlərlə bağlı danışanda təbii ki, biz adaptasiyanı nəzərə alırıq və uçuşla bağlı təbii ki, müəyyən məsələlər var. Biz əlimizdən gələn hər şeyi edirik ki, hazırlaşaq və bunlar bizim üçün bir maneə deyil. Səyahətimiz yaxşı keçdi və çox gözəl vaxtımız oldu və belə fikirləşirəm ki, sabaha hazırıq. Başqa suallar varmı? Biz komandanı gördük, təlim məşq 15 dəqiqəsini təbii ki, şahidlik etdik. Vəziyyət necədir oyuncularla bağlı və sabaha bir oyunçuyla bağlı zədəsi vardı, ayağıyla bağlı yaxşıdır, problem yoxdur oyuncularımızda. Əlavə suallarınız varmı?